Növbəti dini inanclarına görə həbs edilənlər barədə çıxış üçün söz İlqar Hüseynliyə verilir. İlqar bəy, söz sizdə. Mən də hörmətli Xalq Parlamentinin üzvlərini, əziz həmvətənlərimi Novruz bayramı münasibətinə təbrik edirəm. Bahar bayramımız mübarək olsun. Hörmətli Xalq Parlamentinin üzvləri, əziz həmvətənlər, sizin qarşınızda bugün ölkəmizin uzun illərdir yaşadığı dərin bir faciəni, xalqımıza qarşı yönəlmiş amansız repressiyaları, haqsız həbsləri, işgəncələri, mənəvi zülümləri dilə gətirmək üçün çıxış edirəm. Bu çıxışım bir etirazdır, bir çağırışdır və ən əsası bu iyrənc siyasətə bir dəfəlik son qoyulması üçün bir tələbdir. Mən burada təkcə dini inanclı insanların yox, bütün bir xalqın səsinin boğulmasına, haqlarının tapdalanmasına qarşı danışacağım. Çünki bu repressiyalar sadəcə bir qrupu hədəfə almır. Bu, Azərbaycan xalqının mənəviyyatına, kimliyinə və genetik davamlılığına qarşı sistemli bir hücumdur. Xalqımızın böyük əksəriyyəti müsəlmandır. Azərbaycan 100 illərdir ki, İslam inancına, Əhl-i Beytə məhəbbətinə və öz mənəvi dəyərlərinə sadiq bir xalqdır. Bu inanc bizə kənardan gələn bir idxal məhsulu deyil. Bu bizim öz tariximizin, mədəniyyətimizin, kimliyimizin təməl daşıdır. Torpaqlarımızda heç vaxt nə milli, nə dini münaqişələr baş verməyib. Xalqımız cinayətkarlığa, vəhşiliyə meyilli olmayıb. Çünki dinimizə, adət-ənənələrimizə bağlılığımız bizi həmişə əxlaqlı, səbirli və dinc bir toplum kimi formalaşdırıb. Hətta ateist Sovet rejimi dövründə belə xalqımız gizli formada məscidlərdə məhərrəmlik günlərini, aşura məclislərini təşkil edərək inancını qoruyub saxlayıb. Amma bugün güya müstəqil dövlət adı altında müsəlman xalqına qarşı görülən zülümlər Sovet repressiyalarını belə geridə qoyur. Bu proses 2009-cu ildə Bakı şəhərində məscidlərin sökülməsi ilə başladı. Güya qanunsuz tikililərin dağıdılması adı altında 3 məscidin dağılması xalqın inancına, mənəvi dəyərlərinə qarşı açıq bir hücum əməliyyatı idi. Dindarlar bu haqsızlığa, dinc etirazlara cavab verdilər. Lakin cavab olaraq 2010-cu ildən etibarən kütləvi həbslər başlandı. İslam Partiyasının rəhbəri Möhsün Səmədov və digərləri zindanlara atıldı. Məktəblərdə hicab qadağası tətbiq olundu. Buna etiraz edən valideynlər, gənclər amansızcasına həbs edildi. Talib Bağırzadə, Abdül Süleymanov kimi din xadimləri bu zülmün qurbanlarına çevrildilər. Naxçıvan əhalisi də bu repressiyalardan kənar qalmadı. 2010-cu ildə Bənənyar kəndinin əhalisinə də divan tutuldu. İnsanlara işgəncələr verərək şərləyib həbs etdilər. 2012-ci ildə Eurovision iş adı əməliyyatla repressiyalar yeni bir dalğa aldı. Avropaya şou göstərmək istəyən hakimiyyət dindarları təhlükəli ekstremistlər kimi təqdim edərək onlarla vətəndaşı zindanlara doldurdu. Bu təkcə inanclılara qarşı deyil, bütün xalqa qarşı bir təhqir idi. Hakimiyyət öz imicini Avropalılara yaxşı göstərmək üçün xalqın bir hissəsini qurban verdi. Onların ailələrini, gələcəklərini məhv etdi. 2015-ci ildə Nardaran hadisələri bu zülmün pik nöqtəsi oldu. Nardaran kəndinə qoşun yeridildi. 2 polis əməkdaşı daxil olmaqla 6 nəfər soyuqqanlılıqla qətlə yetirildi. 100-dən çox şəxs həbs olundu. Bu təhlükəsizlik əməliyyatı deyildi. Bu bir kəndin mənəviyyatına, dindarlığına qarşı açıq soyqırım idi. 2018-ci ildə Gəncə hadisələrində ssenari təkrarlandı. Yenə qan, yenə ölüm, yenə repressiya. Gəncədə də 2 nəfər polis əməkdaşı olmaqla 8 nəfər öldürüldü. 100-ə yaxın vətəndaş həbs olundu. Bu hadisələr təsadüfi deyil, bu xalqın iradəsini sındırmaq, onun dəyərlərindən uzaqlaşdırmaq üçün planlı bir siyasətin tərkib hissəsidir. Bu sadəcə dindarlara qarşı deyil, xalqın bütöv bir hissəsinə qarşı böyük miqyasda aparılan bir təzyiq vasitəsidir. Hörmətli millət vəkilləri, bu hadisələr bir məsələni aydınlaşdırır. Bu həbslər, bu işgəncələr təkcə dindarlara qarşı deyil, bu Azərbaycan xalqının özünə, onun tarixinə, kimliyinə qarşıdır. Hakimiyyət xalqın inancını, dəyərlərini təhlükə kimi qələmə verərək, onu öz əlləri ilə məhv etməyə çalışır. Bu nə sabitlik, nə dövlət maraqları üçün edilir. Bu xalqı öz köklərindən qoparmaq, onu ruhsuz bir kütləyə çevirmək üçün qurulan əməliyyatlardır. Hörmətli Xalq Parlamentinin üzvləri, əziz həmvətənlər, bu zülmün daha dərin təsirlərinə, xalqın fiziki və mənəvi cəhətdən məhv edilməsinə, ailələrin dağılmasına, genetik davamlılığımıza qarşı yönəlmiş sistemli siyasətdir. Bu sadəcə həbslərlə və işgəncələrlə məhdudlaşmır.
Bu bir xalqın gələcəyini əlindən almaq üçün planlaşdırılmış cinayətdir. Bu gün Azərbaycanda dindarlara qarşı aparılan repressiyalar təkcə onların şəxsi azadlıqlarını əllərindən almır. Bu bütün xalqın genetik və mənəvi dayaqlarını sarsıdır. Dövlət orqanlarında həyata keçirilən işgəncələr sadəcə fiziki ağrı verməklə bitmir. Fikir verirsinizsə, həbs olunan dindarlara və hərbiçilərə kütləvi şəkildə cinsiyyət orqanlarından işgəncələr verilir. Bu təkcə bir şəxsin ləyaqətini alçatmaq, ona işgəncə vermək deyil. Bu, onların nəsillərinin artmasının qarşısını almağa yönəlmiş, sistemli və düşünülmüş siyasətdir. Bu işgəncələr xalqın müdafiə qüvvəsini zəiflədir. Gələcək nəsillərimizin təhlükəsizliyini təhdid edir. Bu, genofondumuza vurulan ağır zərbədir. Bir xalqın fiziki varlığını davam etdirmək hüququ əlindən alınır. Ailələr dağıdılır, uşaqlar atadan, analar həyat yoldaşından məhrum edilir. Bu siyasətin nəticələri göz qabağındadır. Kütləvi və uzun müddətli həbslər ailələrin parçalanmasına səbəb olur. Uşaqlar travmalarla böyüyür. Gənclər öz vətənlərində gələcək görmədikləri üçün ölkəni tərk edir. Boşanmalar sürətlə artır. Çünki həbsxanalarda çürüyən insanların ailələri iqtisadi və mənəvi dəstəkdən məhrum qalır. Daha da iyrənc olan budur ki, hakimiyyət bu faciələri daha da gücləndirmək üçün əlavə tədbirlər görür. Uşaq pulu kimi ən sadə sosial müavinət belə verilməyərək ailələr acınacaqlı vəziyyətə salınır. Nəticədə xalqın böyük bir hissəsi ya zindanlarda, ya da xaricdə sürgün həyat yaşamağa məcbur edilir. Repressiyaların miqyası ürək dağlayır. Minlərlə insan həbs edilib. Bu rəqəmlər sadəcə adi bir rəqəm deyil. Hər biri bir ailənin, bir nəslin, bir elin, bir obanın faciəsidir. Bu həbslər təkcə dindarlara qarşı deyil, bu bütün xalqa qarşıdır. Çünki hər bir həbs olunan şəxs bu xalqın bir parçasıdır. Onun tarixinin, mədəniyyətinin daşıyıcısıdır. Hakimiyyət bu cinayətləri dövlət təhlükəsizliyi pərdəsi altında gizlətməyə çalışır. Amma hansı təhlükəsizlikdən söhbət gedə bilər ki, ölkənin hörmətli din xadimləri, axundları ya zindanlara atılır, ya fəaliyyətləri məhdudlaşdırılır, ya da ölkədən getməyə məcbur edilir. Mərhum Hacı Şahin Həsənlinin müəmmalı vəfatından sonra saxta senarilərlə, saxta deputat Fazil Mustafanın güllələnməsi kimi şou oyunlarla daha çox dindar həbs olundu. 2022-ci ilin dekabrında repressiyalar şiddətləndi. 2023-cü ilin martında kulminasiya nöqtəsinə çatdı. Bu təsadüfi deyil, bu planlı bir məhv siyasətidir. Daha da qorxunc olan budur ki, bu repressiyalar ölkə sərhədlərini daşır. Rusiyada Zülfüqar Mikayılzadənin Azərbaycan hakimiyyətinin təqdimatı ilə həbsi bunun bariz nümunəsidir. Bu hakimiyyət öz vətəndaşlarını başqa ölkələrdə də təqib etdiyini, onların səsini hər yerdə boğmağa çalışdığını göstərir. Ölkə daxilində azadlıqda qalan din xadimləri ya susturulur, ya da fəaliyyətləri tamamilə məhdudlaşdırılır. Bu əməliyyatlar təkcə dindarlara qarşı deyil, bu xalqın mənəvi liderlərindən, onun ruhani dayaqlarından məhrum edilməsi əməliyyatıdır. Bu siyasətin nəticəsi göz qabağındadır. Xalqın fiziki və mənəvi cəhətdən məhv edilməsi, ölkənin boşaldılması, insanların ümidsizliyə qapılması. Hakimiyyət İran casusu kimi saxta ittihamlarla insanları ovlayır. Onların şərəfini ləkələyir. Bu nə vicdana, nə insanlığa sığan bir hərəkətdir. Bu iyrənc siyasət nəyə xidmət edir? Bu xalqı öz dəyərlərindən, inancından, gələcəyindən məhrum etmək üçün törədilən bu cinayətlər hansı dövlət marağını qoruyur? Bu repressiyalar təkcə dindarlara qarşı deyil, bir daha təkrar edirəm. Bu Azərbaycan xalqının özünə qarşıdır. Bu bizim genetik varlığımıza, mənəvi irsimizə və gələcəyimizə qarşı əməliyyatlardır. Hörmətli millət vəkilləri, bir xalqın inancını yaşamaq istəməsi niyə cinayət sayılmalıdır? Öz dəyərlərinə sadiq qalmaq istəyən insanlar niyə zindanlara atılmalıdır? İşgəncələrə məruz qalmalıdır? Ölkədən didərgin düşməlidir? Bu həbslər, bu ölümlər, bu vəhşiliklər nəyə xidmət edir? Əgər məqsəd sabitlikdirsə, niyə bu siyasət illərdə ancaq gərginlik, qan və ümidsizlik doğurur? Bənəniyar, Nardaran, Gəncə, Eurovision işi, Tərtər işi kimi hadisələr sübut edir ki, bu repressiyalar təhlükəsizliyi qorumur. Əksinə xalqı öz dövlətinə qarşı soyudur. Onu ruhsuz, köksüz bir kütləyə çevirir. Bizim xalqımız səbirlidir. Lakin bu səbir haqlarımızın tapdalanmasına, ailələrimizin dağılmasına, gələcəyimizin əlimizdən alınmasına göz yummaq anlamına gəlmir və gəlməməlidir. Dindar insanlar terrorçu deyil. Dindar insanlar narkoman deyil. Onlar bu xalqın vicdanıdır, mənəvi dayağıdır.
Onlar zindanlarda çürüməməli, əksinə onların səsi eşidilməli, haqları bərpa olunmalıdır. Bu repressiyalar təkcə onlara qarşı deyil, bir daha təkrar edirəm, bütün xalqa qarşıdır. Çünki hər bir həbs olunan şəxs bu millətin bir parçasıdır. Onun tarixinin, irsinin daşıyıcısıdır. Mən buradan Xalq Parlamentinin tribunasından səslənirəm. 1. Haqsız həbslərin dayandırılmasını, saxta ittihamlarla həbs olunan bütün vətəndaşlarımızın dərhal azadlığa buraxılmasını tələb edirəm. Bu insanlar cinayətkar deyil, bu xalqın övladlarıdır. 2. Bənəniyar, Nardaran, Gəncə, Eurovision və Tərtər hadisələrində qan tökən, insanları həbsə atan, ailələri dağıdan məmurlar dərhal və sərt şəkildə məsuliyyətə cəlb olunmasını tələb edirəm. Bu cinayətlər cəzasız qalmamalıdır, əks halda cinayətlər davam edəcək. 3. Dövlət orqanlarında cinsiyyət orqanlarından da daxil olmaqla işgəncələr və vəhşiliklər birdəfəlik son qoyulmalıdır. Bu cinayətləri törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır. Bu sadəcə fiziki zərər vermək deyil, bu xalqın genetik davamlılığına qarşı hücumdur və vəhşilikdir. 4. Ölkənin hörmətli və nüfuzlu din xadimlərinin, axundlarının həbsinə son qoyulmalı, azadlıqda qalanların fəaliyyətləri məhdudlaşdırılmamalı, ölkədən didərgin düşənlər geri qayıtmağa təminat almalıdır. 5. Xalqın müsəlman inancına, mədəni irsinə, genetik davamlılığına hörmət edilməli, bu dəyərləri məhv etməyə yönəlmiş siyasət ləğv olunmalıdır. Bu sadəcə bir qrupun deyil, bütün millətin haqqıdır. Hörmətli deputatlar, əziz həmvətənlər, bizim yolumuz Azərbaycanın böyük klassiklərinin yoludur. Məhəmməd Füzulinin, Şah İsmail Xətainin, Nəsiminin, Nizaminin, Qasım bəy Zakirin, Mirzəli Fətəli Axundzadənin, Natavanın, Üzeyir Hacıbəylinin və sair şəxsiyyətlərin yoludur. Bu böyük şəxsiyyətlər Əhl-i Beytə məhəbbəti, xalqın mənəviyyatını, haqqı və ədaləti öz əsərlərində tərənnüm etmişlər. Onlar zülmə qarşı susmamış, xalqın səsini uzatmışlar. Bizim də yolumuz onların yoludur. Haqqı müdafiə etmək, xalqın birliyini və azadlığını qorumaq yolu. Bəs bu həbsləri həyata keçirənlər kimin yolunu gedir? Xalqına zülm edənlər, onun mənəviyyatını tapdalayanlar, ailələri dağıdanlar kiminiz ilə addımlayır? Bu sualı hər biriniz öz vicdanınızda cavablandırın. Diqqətinizə görə təşəkkür edirəm, minnətdarım. Çox sağ olun İlqar bəy. Bir məqamı millət vəkillərinin nəzərinə çatdırmalıyam ki, dini inanclarına görə həbs edilənlərlə bağlı ilkin olaraq məruzənin hazırlanması millət vəkili Ağaxan Abuşova həvalə edilmişdi. Lakin imtina etdiyinə görə bu işi demək olar ki, könüllü olaraq İlqar bəy öz üzərinə götürdü və məsələyə ciddi və tam məsuliyyəti ilə yanaşaraq belə dolğun və təsirli çıxış hazırladığına görə bir daha İlqar bəy sizə xüsusi minnətdarlıq düşür.